İranda vali növbəti dəfə siğə ilə bağlı bir açıqlama verib. O bildirib ki, bir sıra xarici ölkə vətəndaşları, o cümlədən Azərbaycan Respublikasından İrana gedən Azərbaycanlı kişilər burada İranlı qadınlarla siğə etdirir, sonra öz ölkələrinə geri dönürlər. Və bu siğədən doğulan uşaqlar atasız qalır, analar uşaqları, siğədən doğulan uşaqları atasız böyütməyə çətinlik çəkirlər. Belə bir növbəti siğə ilə bağlı açıqlama var. Bu xəbər yenə İran aşiqlərinin xətrinə dəyəcək, yenə inciyəcəksiniz. Baxın, siz inciyirsiniz, xətrinizə dəyir. Amma İranda siğə bu normal bir haldır. İranda siğə qanunla tənzimlənən bir haldır. Sizin xətrinizə dəysə də, siz bunu bəyənməsəz də, İran xalqı üçün, o toplum üçün bu çox normaldır. Onların həyat tərzləridir. Başa düşürsünüzmü? İranda siğə necə həyata keçirilir? Məsələn, yolla gedirsiniz, bir xanımdan xoşunuz gəlir. Baxırsınız ki, xanımın da sizə meyli var. Yaxınlaşırsınız, tanış olursunuz. Məsələn, təklif edirsiniz ki, 1 saatlıq, 2 saatlıq mənimlə birlikdə olmaq üçün nə qədər pul lazımdır? O da bir tümən deyir, əgər orada da razılaşırsınızsa pul məsələsində, yaxınlaşırsınız bir dövlət qurumuna. Orada sizin qeydiyyatınız aparılır. Və bir qadın 4 aydan bir siğə oluna bilər. Yəni sizinlə 1-2 saatlıq siğə olundu, siz çıxdınız, getdiniz. O qadın növbəti dəfə 4 ay sonra başqa bir kişi ilə siğə münasibətində ola bilər. Məsələ belədir. Yəni bu İran üçün normal bir haldır. İran aşiqləri küsməsin, inciməsin. Olanı deyirik. Bu bəlli bir məsələdir. Hətta baxın, İranın öz valisi çıxır, açıqlama verir. Bunu nəyini siz inkar edə bilərsiniz? Hara qədər inkar edəcəksiniz? Sadəcə olaraq inkar etmək yox. Gedirsiniz İrana, orada bəyəndiyiniz qadınlarla siğə etdirirsiniz. Heç olmasa bu münasibətdən o qadınları hamilə qoymayın. Hamilə qoyub Azərbaycana qayıdırsınız. Qadınlar bu siğədən sizin siğə övladlarınızı dünyaya gətirirlər. Sonra da sizi tapa bilmirlər, çıxıb gedirsiniz. Və o qadınlar o uşaqları böyütməkdə çətinlik çəkirlər. Yəni siğə etdirsəz belə, o siğədən doğulan uşaqlara atalıq edin, sahib çıxın. Bizim adımızı belə batırmayın.